Salam uşaqlar, mən Milli. Mən də Dili. Bu gün sizə Azərbaycan təsviri sənətinin parlaq nümayəndəsi, rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyən Bəhruz Kəngərli haqqında danışacağıq. Bəhruz Kəngərli 1892-ci ildə Naxçıvanda anadan olmuşdu. Ailəsi onun rəsmə marağını görüb onu dəstəkləmişdi. Daha sonra o Tiflis İncəsənət Məktəbində, sonra isə Sankt-Peterburq Rəssamlıq Məktəbində təhsil aldı. Bəhruz Kəngərlinin çəkdiyi rəsmlər yalnız gözəl deyildi. Onlar həyatın çətinliklərini, kədəri, sevinci və ümidləri göstərirdi. Bilirsinizmi? Onun Qaçqınlar silsiləsi Azərbaycan təsviri sənətində ilk sənədli əsərlər sayılır. Bəli, o əsərlərdə xalqımızın üzləşdiyi çətinliklər, aclıq, yurd yuvasını itirmək, gözlərdəki qorxu və ümidsizlik təsvir olunurdu. Bilirsinizmi, Bəhruz Kəngərli sadəcə rəssam deyildi. O həm də xalqın dərdini paylaşan bir ziyalı idi. Onun rəsmləri bir növ səssiz çağırış idi. Bu xalqın ağrılarını görün. Bəhruz Kəngərli çox gənc yaşında, cəmi 30 yaşında vəfat etmişdi. Yaradıcılıqla sadəcə 7 il məşğul ola bilib və bu qısa müddətdə 2000-dən çox əsər yaradıb. Bu çox böyük rəqəmdir. Onun sənət sevgisi onu tarixə yazdı. Bu gün Naxçıvanda onun adını daşıyan Bəhruz Kəngərli muzeyi fəaliyyət göstərir. Uşaqlar, əgər yolunuz Naxçıvana düşsə, bu muzeyə mütləq baş çəkin. Unutmayaq, sənət bir yaddaşdır. Bəhruz Kəngərli bu yaddaşın rəngli səhifələrindən biridir.